Motofly'da qeydiyyat üçün hansı sənədlər lazımdır? Şəxsiyyət vəsiqəsi, selfie şəkli, aktiv mail, ön və əvvəlcədən proqramdan qeydiyyatdan keçirilməmiş mobil nömrə. Daha sonra müqavilə imzalanır. İndi isə proqramı yükləyirik və qeydiyyatdan keçirik. Volt partnyor tətbiqini iOS-lar üçün App Store-dan, Android üçün Play Market-dən yükləyirsiniz. Sizin üçün yaradılan mail ilə tətbiqə daxil olursunuz. Daxil olduqdan sonra mailə link gəlir, linkə keçid edib Volt tətbiqini açırsınız. Əsas menü üçün buraya klikləyin. Bu bölmədə tam adınızı, telefon nömrənizi və dəstək ilə əlaqə saxlamaq üçün keçid düyməsini tapa bilərsiniz. Əgər kömək ehtiyacınız varsa, dəstək bölməsinə keçin və müvafiq mövzulara klikləyin. Həmçinin orada dəstək xidməti ilə chat yarada bilərsiniz. Həftəlik sifarişinizi keçən həftə ilə müqayisə etmək istəyirsinizsə, göstəricilər bölməsinə daxil olub görə bilərsiniz. Maliyyə bölməsinə keçid edərək, burada ümumi qazanc bölməsində çatdırılma keçmişinə dəqiqlik ilə nəzarət edə bilərsiniz. Həmçinin burada keçmiş və qarşıdakı ödəniş detallarına baxa bilərsiniz. Statistika bölməsinə daxil olaraq gün, həftə, ay və il ərzində neçə sifariş tamamladığınıza, neçə kilometr qət etdiyinizə və nə qədər qazanc əldə etdiyinizə daha dəqiq baxa bilərsiniz. Tövsiyə edirəm ki, parametrlər bölməsinə keçərək istədiyiniz naviqasiya görünüş və tapşırıq səsləri seçəsiniz. Yeni profil açıldıqda balansınız -40 manat göstərəcək. Bu Volt tərəfindən sizə təqdim olunan çanta və forma üçündür. Onlayna keç düyməsini sağa sürüşdürərək onlayna keçə bilərsiniz. Bu ekran gördükdə bu artıq onlayn olduğunuz və çatdırmağa hazır olduğunuz deməkdir. İstənilən anda sizə tapşırıq təyin oluna bilər. Ekranı aşağı sürüşdürüb offline keç düyməsini sağa sürüşdürərək offline ola bilərsiniz. İndi isə Volt partnyor tətbiqində tapa biləcəyiniz digər möhtəşəm funksiyalara nəzər salaq. Yüksək tələbatlı nöqtələrə baxmaq üçün sağ üstə yerləşən 3 xəttə toxunun. Voltda onlayn saatlarınızdan maksimum yararlanmaq üçün ən yaxşı vaxtı anlamaq məqsədi ilə diaqramı yoxlayın. Sizə ilk tapşırığınız təklif edildi. Lazım çatdırılma detallarını nəzərdən keçirin və tapşırığa başlamaq üçün onu qəbul edin. Təslim detallarını görmək üçün yuxarı sürüşdürün. Müştərilər sizə yol göstərmək üçün əlavə qeydlər saxlaya bilərlər. İndi isə sifarişin götürülmə nöqtəsinə getmək vaxtıdır. Yönləndirmə ilə bağlı kömək ehtiyacınız var. Sadəcə yuxarıdakı xəritə işarəsini klikləyin. İndi get düyməsinə klikləyin və xəritəyə yönləndirilin. Sifarişi təhvil alarkən məhsullar tam təhvil aldıqdan sonra qarşısındakı xanaları bu şəkildə işarələyib oxu sağa sürüşdürün. Bəzən çatdırılma zamanı yeni bir sifariş təyin oluna bilər. Bu qruplaşdırılmış sifariş yol üstü əlavə qazanc əldə etməyin əla yoludur. İndi başla düyməsinə klikləyin və növbəti ünvana yönləndirilin. Çatdırılmanı tamamlamaq üçün müştəridən təsdiq kodu almağınız tələb oluna bilər. Kodu bu hissəyə yazıb sifariş çatdırıldı kimi sağa sürüşdürün. Tapşırığı çatdırıldı kimi işarələmək üçün sürüşdürə bilərsiniz. Əgər sifarişiniz nəqd sifariş olarsa, çatdırıldıqdan sonra nəqd məbləğin qarşısındakı xananı işarələyib, daha sonra çatdırılma kimi işarələmək üçün sürüşdürə bilərsiniz. Siz 100 sifariş çatdırdıqdan sonra və ya flitdə depozit saxlamaqla nəqd gedişləri əlçatan edə bilərsiniz. Nəqd gedişlər edilən zaman sifarişlərdən alınan nəqd pulları sifariş başa çatdıqdan sonra bank proqramları vasitəsilə ID nömrənizə ödəniş etməlisiniz. Ödəniş olunmadığı halda sizin sifarişə çıxışınız məhdudlaşdırılacaq. Onlayn ödəniş zamanı sizə verilən bəxşişlər əmək haqqınız köçürülən zaman hesabınıza köçürülür. Əmək haqqı ay ərzində 2 dəfə 15 gündən bir hesaba köçürülür. Gün ərzində 5 sifariş imtina edə bilərsiniz. 6-cı sifariş imtina olunarsa hesabınız yarım saatlıq bloklanır. Bu halda davamlı təkrarlanarsa həftəlik, aylıq və ən sonda isə hesab bir dəfəlik bloklanır. Ay ərzində 20 sifariş yönləndirə bilərsiniz. Misal üçün qəza hallarında 20-dən çox olduqda hesab bloklanır. Bir cihazda 2 fərqli profil açmaq və ya bir profili fərqli cihazlarda açmaq qadağandır.
Əks halda bu qayda pozuntusudur və hesabınız bir dəfəlik blok olunacaq. İşə çıxmazdan əvvəl nələrə nəzarət etmək lazımdır? Nəqliyyat, format, çanta və telefonunuzda internetin olmağına nəzarət edin. Hər hansı çətinlik anında dəstək xidmətinə məlumat vermək sizi məsuliyyətdən azad edə bilər. Heç bir halda dəstək xidmətinə saxta qəza məlumatı verilməməlidir. Əks halda bu aşkarlanır və hesabınız bloklanır. Əgər yemək dağılarsa, sübutlu şəkildə dəstək xidmətinə bildirmək lazımdır. Hesabınız bloklanıbsa, dəstək komandamızla əlaqə saxlayarsınız. Müraciətinizə bir həftə ərzində baxılır və heç bir qayda pozuntusu yoxdursa, hesabınız blokdan çıxarılır. Çatdırılma marşrutuna çıxmaq yalnız hara getməli olduğunuzu bilmək deyil, həm də gün ərzində qarşılaşacağınız sürprizlərə hazır olmaq deməkdir. Hava proqnozunun yoxlanılması sizi uğura hazırlaya bilər. Düzgün ləvazimatlarla təmin olunmaq sizə çatdırmağa davam etməyə imkan verəcək. Xüsusən də yağışlı, küləkli və soyuq günlərdə qazancın ən yüksək olduğu vaxtlarda şarj olunmuş telefon sizin xilas edicinizdir. Ləvazimatlarınızın arasında powerbank olduğu halda bataryanın bitmə stresini yaşamadan gün boyu işə hazır olacaqsınız. Elektrikli velosiped və ya avtomobil ilə çatdırırsınızsa ehtiyat bataryanızın və ya yaxınlıqda bir enerji doldurma stansiyasının olduğundan əmin olun. Volt ilə çatdırılma fiziki bir işdir. Hansı nəqliyyat vasitəsini idarə etməyinizdən asılı olmayaraq. Pilləkənləri qalxarkən və paketlər daşıyarkən sevdiyiniz sürətli qəlyanaltılar və içkilər yanınızda olduğundan əmin olun. Sifarişlərin təhvil alınması çatdırılma səyahətinizin başladığı yerdir. Bu prosesi düzgün təşkil etmək bütün səyahətinizin gedişatını müəyyən edəcək. Bu sadəcə çantanı götürüb yola çıxmaq deyil, hər sifarişin düzgün yerinə yetirilməsini təmin etməkdir. Tətbiqinizdəki sifarişin götürdüyünüz sifarişlə uyğun olduğuna əmin olun. Sifarişin adını və nömrəsini məkan işçiləri ilə yoxlamaq sizi məkana geri qayıtmaqdan xilas edə bilər. Doğru sifarişi götürdükdən sonra sifarişdəki hər bir məhsulu yoxlayın. Səhvlər məkanlarda da olur. Buna görə sizin yoxlamanız çatdırılma prosesinin vacib bir hissəsidir. Sifarişə içki daxildirsə, onu da sifarişlə birlikdə götürdüyünüzdən əmin olun ki, geri qayıtmağa məcbur qalmayasınız. İçkilər və soslar kuryerlərin ən çox unutduqları iki məhsuldur. Alkoqol və tütün məmulatları kimi sifarişləri təhvil verərkən müştərinin 18 yaş üstü olduğunu sənədlə yoxlamaq vacibdir. Səhvlər baş verə bilər. Bunlar həyatın bir hissəsidir. Amma bizim dünyamızda hər bir çatdırılma və onlayn dəqiqə əhəmiyyət daşıyır. Biz isə bu səhvləri minimuma endirməyə kömək etmək üçün buradayıq. Qarışıqlıqların qarşısını almaq və hər kəs üçün yaxşı təcrübə təmin etmək məqsədi ilə birlikdə necə işləyə biləcəyimizə nəzər salaq. Müştəriyə yola düşməzdən əvvəl aldığınız sifarişin tətbiqinizdəki sifariş nömrəsi ilə uyğun olduğuna 2 dəfə baxın. Eyni ada sahib bir neçə sifariş ola bilər. Buna görə də düzgün paketləri götürdüyünüzdən əmin olmağın yeganə yolu sifarişin nömrəsini yoxlamaqdır. Çatdırılma edəcəyiniz ünvanı da öncədən dəqiqləşdirmək vacibdir. Əks halda gecikmələr ola bilər və bu sizin üçün mənfidir. Sizdən asılı olmayan hər hansı əlavə gözləmə və ünvan səhvliyi işinizin ləngiməsinə səbəb olan hallardır və buna görə şirkətdən kompensasiya tələb edə bilərsiniz. Eyni anda bir neçə sifariş çatdırırsınız. Hər bir sifarişi çantanızda ayrı-ayrı yerləşdirin ki, hansı paketlərin hansı müştəriyə aid olduğunu asanlıqla görə biləsiniz. Təhvil zamanı müştəridən tez bir təsdiq almağınız hər hansı qarşılığın qarşısını ala bilər. Dəstək xidmətinə müraciət edin. Bəli, səhvlər xidmət müqavilənizdə göstərildiyi kimi çıxılmalara səbəb ola bilər. Lakin unutmayın, bu kollektiv işdir. Volt dəstək komandası və məkan partnyorlarımız hər zaman buradadır və çatdırılma prosesini mümkün qədər rahat etməyə çalışırlar. Birlikdə hər çatdırılmanı uğur hekayəsinə çevirə biləcəyik. Biz hər Volt təcrübəsinin mükəmməl olmasını hədəfləyirik ki, müştərilərimiz bizdən yenidən sifariş vermək istəsinlər. Daha çox xoşbəxt müştəri, daha çox tapşırıq və daha yaxşı qazanc imkanları deməkdir. Zamanla şəhərinizin həftə fəaliyyət nümunəsini dəqiq öyrənəcəksiniz. Nahar tələbatı 12:00-dan 15:00-a qədər, şam yeməyi tələbatı 18:00-dan 21:00-a qədər olan saatlarda onlayn olmaq üçün yaxşı vaxtdır. Cədvəlinizi bu tələbat saatlarına uyğunlaşdırmaq qazancınızı əhəmiyyətli dərəcədə artıra bilər. Həftə sonları tələbat saatları daha çox qazandırır. Həftənin ən yüksək qazancı üçün cümə, şənbə və bazar günləri axşam saatlarında onlayn olun. Gün boyu daha çox sifarişlər. Diqqət etmisiniz ki, biz gül, ərzaq, un məmulatları, aksesuarlar və aptek məhsullarını da çatdırırıq. Bütün bunlar sizə tələbat saatlarından kənarda da çatdırmaq üçün daha çox sifarişlər yaradır. Bəs harada onlayn olun? Sifarişlərin sizi gözlədiyi yerlər isti nöqtələrdir. İsti nöqtələrdə adətən şəhər mərkəzində Volt məkanları ilə dolu olan ərazilərdir. Sifarişi necə tanımladınız? Fəaliyyətdə qalmaq üçün isti nöqtəyə geri qayıdın. Bu sadə strategiya sizi növbəti götürülmə məkanına daha yaxın saxlayır və sizə yeni tapşırıq təklif edilmə şansını artırır. Təhlükəsizliyinizin sizin əsas öncəliyiniz olduğunu bilirik, lakin bəzən təəssüf ki, qəzalar baş verə bilər. Hər hansı qəza və ya problem yaranarsa, sübutlu formada Fleet və Volt dəstək komandasına məlumat verməyiniz vacibdir. Kiçik qəza və ya nəqliyyatınızda hər hansı problem yaranarsa, dəstək xidməti ilə əlaqə saxlayırsınız, ikinci kuryer göndərilir və sifarişi ona təhvil verirsiniz. Qəza nəticəsində digər şəxslərə vurduğunuz zərərləri və ya xəsarətləri qarşılanmağa kömək etmək üçün Volt ilə çatdırılma edərkən sizi üçüncü tərəf məsuliyyət sığortası ilə təmin etmişik. Əgər iş başında olarkən təsadüfən nə isə və ya kimisə zədələsəniz, sığortanız sizi qoruyacaq. Sığorta siz işlədiyiniz müddətdə aktivdir.
Biz sizin təhlükəsizliyinizə önəm veririk. İstəyirik ki, siz çatdırılma edərkən qorunmuş olasınız. Sığorta xüsusi sizin üçün nəzərdə tutulub və çatdırılma zamanı gözlənilməz xəsarətlər baş verdikdə sizə kömək etmək üçün hazırlanıb. Siz onlayn olduğunuz müddətdə sığortalısınız. Siz Volt partnyor tətbiqinə daxil olub çatdırılmalara başladığınız andan etibarən qorunursunuz. Hətta sistemdən çıxdıqdan sonra da sığortanız 30 dəqiqə daha aktiv qalır və siz evə gedərkən də qorumağa davam edir. Sığorta nələrə əhatə edir? Qəza sığortası çatdırılma zamanı baş verən qəza nəticəsində yaranan bəzi xəsarətlər və tibbi xərclər üçün bir dəfəlik ödəniş təmin edir. Sığorta ən çox rast gəlinən xəsarətləri, məsələn, əksər sınıqlar və çıxıqlar kimi halları, eləcə də daha ağır vəziyyətləri, məsələn, ciddi xəsarətlər və ya ölümcül qəzaları əhatə edir. Hər hansı məhdudiyyətlər varmı? Təəssüf ki, hər şey sığorta ilə əhatə olunmur. Məsələn, kiçik xəsarətlər, o cümlədən göyərmələr, kəsiklər və burxulmalar bu siyasət çərçivəsində əhatə olunmur. Əgər qəza nəticəsində tibbi xərclər tələb olunarsa, ilk 150 manat özünüz ödəməli olacaqsınız. Əgər qəza xəstəxanada qalmaq tələb edərsə, ilk 48 saatdan sonra hər gün üçün sabit məbləğdə ödəniş alacaqsınız. Nələr əhatə olunur? Məsuliyyət sığortası aşağıdakılar əhatə edir: velosiped, piyada və ya digər mühərriksiz nəqliyyat vasitələri ilə çatdırılma zamanı təsadüfən digər insanlara və ya əşyalarına vurduğunuz xəsarətlər. Nələr əhatə olunmur? Təəssüf ki, bəzi halları sığorta əhatə etməyə bilər. Öz əmlakınıza, sifarişə vurulan ziyan və onun itirilməsi. Əgər mühərrikli nəqliyyat vasitəsindən istifadə edərək çatdırılma edirsinizsə, vurduğunuz hər hansı ziyan və ya xəsarət sığorta ilə əhatə olunmur. Bu məqsəd üçün öz sığortanızı təşkil etməlisiniz. Mühərrikli nəqliyyat vasitələri yerli nəqliyyat idarəsi tərəfindən müəyyən edilir və bu elektrikli velosipedlər və ya skuterlərdə daxil ola bilər. Mənə əlavə sığorta lazımdırmı? Mühərrikli nəqliyyat vasitəsi idarə edən hər kəs öz nəqliyyat vasitəsi üçün mülki məsuliyyət sığortasını təmin etməkdən məsuldur. Çatdırılma məqsədini xüsusi olaraq əhatə edən düzgün və uyğun sığortanın təşkil edilməsi sizin məsuliyyətinizdədir. Qəza baş verdikdən sonra nə etməli? 1. Təhlükəsizliyi ön planda saxlayın. Lazım olduqda təcili yardım çağırın. 2. Qəzada iştirak edən hər kəsin adını, ünvanını, telefon nömrəsini və dövlət nəqliyyat qeydiyyat nişanını əldə edin. 3. Zərər çəkmiş tərəflərə bu mail ilə əlaqə ünvanını təqdim edin. 4. Zərərlərin şəkillərini çəkin. 5. Təhlükəsiz şəkildə evə çatdıqdan sonra iddianı təqdim edin. Biz iddialar prosesini mümkün qədər sadə etmək üçün ONSI ilə əməkdaşlıq edirik. İddiaları ONSI tətbiqi vasitəsilə və ya ONSI web saytında təqdim edə bilərsiniz. İddianı təqdim etdikdən sonra növbəti addım nədir? İddianızı təqdim etdikdən sonra hər şey hazırdır. Əlavə məlumata ehtiyacımız olarsa və ya dəqiqləşdirmək üçün suallarımız yaranarsa, sizinlə əlaqə saxlayacağıq. İddia ödənişləri birbaşa zərər çəkmiş şəxslə razılaşdırılacaq. İddianı necə təqdim edə bilərəm? Bu 5 sadə addımı izləyin. 1. ONSI tətbiqini açın. 2. Sığorta seçimini edin. 3. İddia növünü seçin. 4. Qəzanın tarixini daxil edin. 5. İddia göndər seçimini edin. Müraciəti göndərdikdən sonra müraciətinizin statusundan daim xəbərdar olacaqsınız. Daha ətraflı məlumat üçün ONSI tətbiqini yoxlayın. Hansı hadisələrin sığorta ilə əhatə olunub, olunmadığını daha ətraflı öyrənmək üçün sığorta sənədlərinizlə tanış olun və ya ONSI-nin xüsusi dəstək komandası ilə əlaqə saxlayın. ONSI-də qeydiyyatdan keçin və ONSI tətbiqini yükləyin. Bu qəza sığortanızla bağlı ən son xəbərlər və fəaliyyətlərdən xəbərdar olmağın ən yaxşı yoludur. Qeydiyyat və yükləmə üçün keçidi Volt partnyor tətbiqin menüsündəki imtiyazlar və sığorta bölməsində tapa bilərsiniz. Müştəri məlumatlarını təhlükəsiz saxlamaq sizin partnyor müqaviləsində razılaşdığınız əsas öhdəliklərdən biridir. Şəxsi məlumat nədir? Çatdırılma etdiyiniz hər bir sifariş şəxsi məlumatlar ehtiva edir. Məsələn, müştərilərin adı, ünvanı, telefon nömrəsi, sifariş etdiyi məhsullar barədə məlumat. Məlumatlar yalnız sifarişlərin çatdırılması üçün istifadə olunur. Yalnız kuryer partnyor tətbiqində saxlanılır. Məlumatların düzgün istifadə olunmaması və ya hadisələr dərhal Volt dəstək xidmətinə bildirilməlidir. Bunlar bizim müqavilənin pozulmasıdır. Əgər siz şəxsi məlumatları gələcəkdə istifadə üçün özünüzdə saxlasanız, ekran görüntüsünü alsanız, müştəri məlumatlarını kopyalayıb başqaları ilə paylaşsanız, müştərilərlə sosial media və digər mesajlaşma tətbiqləri vasitəsilə əlaqə qurmaq, müştəriləri hər hansı bir səbəblə ziyarət etmək və ya izləmək, məlumatları təhlükəsiz saxlamaq hesabınızı qoruyacaq. Əgər platformadan şəxsi məlumatlar qəsdən paylaşılarsa, Volt hesabınızı deaktiv etməli olacaq. Xətalar baş verə bilər, lakin bunu bizə bildirin. Bəzən məlumat sızıntıları təsadüfən və ya qaydalarla bağlı qeyri-müəyyənlikdən baş verə bilər. Əgər şəxsi məlumatları təsadüfən paylaşmısınızsa, zəhmət olmasa dərhal paylaşılan məlumatları silməyə çalışın və vəziyyət barədə Volt dəstək komandasına məlumat verin. Bizi dinlədiyiniz və vaxt ayırdığınız üçün təşəkkür edirik.